Asfalt örtüyü yararsız vəziyyətə düşüb yolda iri çatlar yaranıb. Dayandığımız bu nöqtə Şamaxı-Cabanı avtomobil yolunun 11-ci kilometrliyidir. Sürüşmə nəticəsində yolun bir hissəsi dağılıb, ərazi lentlənib, sürücülər digər zolaqla hərəkət edirlər. Sürüşmə bu cür davam edərsə, yaxındakı evlər də təhlükə altına düşə bilər. Hazırda bu istiqamətdə sürücülər çətinliklə üzləşir. Bu ərazidə gördüyünüz kimi sürüşmə olub yağışdan sonra. Bu yağış nəticəsində evlərə doğru bu dağ tərəfdən uçqun görürsünüz necə yolda aralanıb gedir. Maşınlar, avtomobili çox qorxa-qorxa idarə edilir. Evlərə yaxın çox təhlükə var. O gün axşam da mən buradaydım. Səsə-küyə hamı qorxur ki, ev yiyələri, yəni ki bu dağ budur, buradan sürüşür, yol da partlayıb evə doğru hərəkət edir. Ən təhlükəli yer buradır. Bu da 2-3 gün bundan qabaq yağışdan sonra olub. Çat atmışdı, amma dünən aralanıb təmiz düşdü yerə. Çətinlidir, pavorotdur, qəflətən biri o üzdən gələr, biri buradan gedər, tokaşma da əmələ gələ bilər də. Kənd cəmaatları belə, buradan şəhərdən gələnlər olur, çıxır da Pirqulliyə, qaydanda yola nabələ doğrular bilmirlər. Ehtiyatlı olmaq lazımdır, yol sürüşkəndir. Bilinməyən yoldur, nabələtçilikdir. Bərk gəlirsən, qabağa pavorot çıxır, bir də görürsən pavorotun bir hissəsi yaxşıdır, o bir hissəsi çıxın aparıb. ...15-16 aprel tarixində intensiv yağışlardan sonra sürüşmələr hələ də rayon ərazisində davam edir. Dayandığımız yer Şamaxı-Cabanı Əngəxaran avtomobil yolunun 11-ci 12-ci kilometrliyidir. Yolda asfalt beton örtüyündə iri həcmli çalalar, çat əmələ gəlmişdir. Yarğanlar əmələ gəlmişdir. Kəndə tərəf gedən yolun sağ yamaç hissəsində çiyin hissəsi tamamilə sürüşmüşdür. Nəqliyyatın hərəkəti tamamilə dayanmışdır. Nəqliyyat bir zolaqdan istifadə edir. Sağ tərəf bağlamışıq ki, nəqliyyat üçün gediş-gəliş az da olsa təmin olunsun. Bununla bağlı akt tərtib olunub, aidiyyatı üzrə yönləndirilib. Yaxın vaxtlarda problemlər aradan qaldırılacaq.